Maç başladı. Uzun ötürmə dərhal gəldi. Yuri Matias'tan burada Sines Kofi sürətli işə salıb. Kofi ikinci futbolçunu yerdə qoyur artıq. Kofi'dən qapı qarşısına. Burada topunan tapılmır. Zərbə qapı istiqamətində top qapıdan yan keçir. Uzun ötürməyində Yuri Matias'tan gəlir. Dembo topu buraxır. Ramil Şeydayev üçün özü qaçır cərimə meydançasına. Ramil Şeydayev daxil olur. Özü yoxluyur və burada uzaqlaşdırılır top. Maraqlı fikir idi. Yaxşı alınmışdı zərbənin trayektoriyası. Və Neftçi ardıcıl ikinci həmləsi ilə yadda qalır. Kadi qapıya Arza Cəfərov və Zubir. Topu qapıdan keçirir. Qarabağ hesabı açır. Abdullah Zubir. Yaxşı görür burada Kofi'ni. Kofi'dən irəli Darbo özünü çatdırır. Alex Fernandez. Mane oldular bir qədər. Bir-birlərinə neçə futbolçular amma Alex burada yaxşı yayınlar ona ötürməsi cərimə meydançasında Darbo. Ramil Şeydayev çevrilir zərbə və Kohalski'dən seyf. İlk ciddi təhlükə Qarabağın qapısı qarşısında. Mateusz Kohalski. Burada işe qarışmalı olur. Şimdi iki futbolçu var yerdə. Bir Neftçidən, bir Qarabağdan Ramil Şeydayev və Leandro. Geriye pas Kadi. Ziya tekrar Kadi'ye doğru. Kadi keçir. Öcə takviritli müdaxiləsi var idi. Baxırıq. Toxundu son anda Kadi'nin ayağına. Öcə Zirə və Sabayla maçlarda. Ziya zərbə və top qapıdadır. 2-0. Qarabağ fərqi artırır. Kofi qabaqladı. Kadi'dən irəli. Nəriman təkbətək. Nəriman Axundzadə 3-0. 3-0. Daha bir out Neftçi üçün. Və bu out ertelendi. Qaldı ikinci hissə. Və ikinci hissə başladı. Kadi'nin toxunuşuyla. Demir Neftçi daha tez hücuma çıxmağa çalışırlar. İndi fürsət var. Ramil Şeydayev qapı qarşısına. Dembo Darbo! Və burada topu çıxarır Yasin Benziya qapıdan. Real fürsət. Maçın ən real fürsəti Neftçi üçün. Və Yasin Benziya bu dəfə Raskar rolunda. Kohalski'ye değen top. Bir qədər sonra Emin Mahmudov'un ötürməsi. Sağlaşdırır topu Qarabağ. Ozoviç'e gelir top. Ozoviç sağa. Dəqiq ötürmə. Emin özünü çatdırır. Cərimə meydançasında 7 Neftçi futbolçusu var ötürmə. Kohalski uzaqlaşdırır. Zərbə qapıya. Daha bir zərbə Yuri Matias'dan dönür. Bu dəfə də alınmadı. Neftçidən ard-arda ikinci təhlükəli epizod. Yuri Matias da fərqlənə bilmədi. Baxırıq təkrara. Və maçın final fiti səslənir.